Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Mərhum əməkdar artist toppuşbazı kimi tanınan Tünzalə Əliyevanın qardaşı İlxan Sahiboğlu Bayramov vəfat edib. Xəbər verilir ki, 58 yaşlı İlxan Bayramovun Moskvada ürək çatışmazlığı səbəbindən dünyasını dəyişib. Fakvisyonun əldə etdiyi məlumata görə onun nəşi Gəncəyə gətirilərək İmamzadə Ziyarətgah kompleksinin qəbirstanlığında dəfn olunub. Cəbrayıl rayonunun Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbin 4-cü sinif şagirdi Nihat Fidayətoğlu Əhmədov vəfat edib. Xəbər verilir ki, bu barədə məktəbin açıqlamasında bildirilir. Məktəbimizin 4-cü sinif şagirdi Əhmədov Nihat Fidayətoğlu uzun sürən xəstəlikdən sonra vəfat edib. Allah rəhmət eləsin. Valideynlərinə dərin hüznlə başsağlığı verir, səbir diləyərək açıqlamada deyilir.